Türkiyə vətəndaşı uzman fizioterapevt Musa Qılınc peşə ixtisasının tanınması üçün Səhiyyə Nazirliyində keçirilmiş imtahana dəvət olunub. İmtahanda müvafiq keçid balını toplaya bilmədiyi üçün uğursuz nəticə əldə edib və ona Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən yalnız akademik tanınma şəhadətnaməsi təqdim olunub. Bu barədə Baku Postaza Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib. Qeyd olunub ki, martın 2-si sosial mediada Türkiyə vətəndaşı Musa Qılıncın bakalavriat səviyyəsi üzrə Tbilisi Dövlət Tibb Universitetindən əldə etdiyi diplomun saxta olduğuna dair məlumat paylaşılıb və müvafiq qurum tərəfindən adı keçən şəxsin kvalifikasiyasının tanınmasına dair fərziyyə irəli sürülüb. Qeyd etmək istərdik ki, Qılınc fizioterapiya və tibbi reabilitasiya ixtisası üzrə əldə etdiyi dövlət nümunələri ali təhsil sənədi ilə xarici kvalifikasiyanın tanınması üçün Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət edib. Qılıncın müraciəti üzrə İcraat Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli 34 nömrəli qərarı ilə təsdiq edilmiş xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarına əsasən aparılıb. Qılınc peşə ixtisasının tanınması üçün Səhiyyə Nazirliyində keçirilmiş imtahana dəvət olunmuş, imtahanda müvafiq keçid balını toplaya bilmədiyi üçün uğursuz nəticə əldə etmiş və ona Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən yalnız akademik tanınma şəhadətnaməsi təqdim olunub. Sözügedən şəhadətnamədə də qeyd olunduğu kimi, akademik tanınma ərizəçiyə yalnız Azərbaycan Respublikası ərazisində təhsilin növbəti pilləsi üzrə təhsilini davam etdirmək hüququ verir.